Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Pul gətirən ev, pul gətirir, money. İndi siz nətər, nə pul gətirir, niyə gətirir deyəcəm. Bax bu ev bütün il boyu, yəni kruglosutочно, kruglогодный illik. Bayaq hesabladıq, 28.000 manat pul gətirir. Hamısını izah edəcəm. Deməli Pirşağıda yox, 4 sot yarımın içində. Bax bu evimiz Afrem. Giriş qapısıdır. Qabağında heç nə yoxdur. Pramoy Xəzər dənizi. Birinci mərtəbədən, yuxarıdan dəniz elə bir əlivin içində. Demək, həyətimizə 2 dənə maşın rahat daxil ola bilir. Bura, belə deyə də verandasıdır, yay mətbəxi ilə. Hər şey var, üstü bağlı, otururuz qəşəng. Bir də xatırla, 28.000 pul gətirir. Bax, hovuzumuz. 3 yarımın 7 yarıma. İsti baseyndə istidir. Deməli, bunun kombisi ayrıdır. Göstərəcəm sizə. Gəl bura. Yayda buranı bir ayını elə bil ki 5.000 manata kiraya verirlər. 3 ay nə qədər edir? 15.000. Gəl. Sonra qış aylarında günü ən ölüsü 50 manatdan götürür. Ayı 1500 manat edir. Nə qədər edir? 9 ay vur. Nə qədər elədi? Hesablayın hörmətli izləyicilər. Hələ ən ölüsü ya. Hesablayın, yəni mən sözün düzünü deyirəm. Bu dəqiqədə hal-hazırda burada kirayəşin olurdu. Satmışıq kirayəşini, qoymuşuq satdığa. Burası sanuzeldir. Hamamla ayaq yolsu. Arxa sesindən çək. Evlərdən aralıdır, yapışıq deyil. Burası sanuzeldir. Sənədimiz kupça çıxarır. Həm torpaq həyib. Bax aşağıda bax belə bir otaq var. Bu otağın özünün. Düzdür, ev sahibinin də artıq əşyalarını yığıbdır. Bax burada mətbəx kimi də düzəldibdir. Burada bax kondisioneri var. Buradakı hamamla ayaq yolsudur. Çək göstər. 122 kvadrat metrdə 4 sot yarım. Yerləşmə yeri ideal. Gəl, getdik. Bu qapını bağlayayım, gedək. Yəni burada yayda çox adam buranı istəyir. Gəlib burada, yəni qalıb yayda dincəlmək və sarvaylağı. Yəni bu evin üstündə qırğın gelir. Çünki dəniz yaxın, dəniz havası. Hovuzu gördünüz də, isti baseyndir. Bura qazanxanadır. Bax 2 dənə kombisi var. Biri hovuzdan ötürüdür, biri də ev üçün. İndi də qalxaq. Evlə sizə tanış edeyim. Amma ilk öncə bir dənə dənizi çək görsət. Gəl buradan çək. Stolu qoyursan bura. Pramoy dəniz. Pirşağı çiməri. Pirşağı hamamı. Qədimi. Bir dəqiqə. Bir dəqiqə. Dənizə fırlat. Görürsünüz qabağı boşdur tam. Tüh. Buyur. Hörmətli evdə nə görürsünüzsə hamısı qalacaq. Hər bir şəraitə var idi. Yəni isti polu, mətbəx mebeli, soyuducusu, televizoru və hər şeydə, yəni divanı, zadı. Bura həm qonaq otağıdır, həm mətbəxidir. Bura hamamla ayaq yolsu. Bura da yataq otağıdır. Hətta bu bir qaboy da qalır. Bizim bəlkə bunu mənə verəsən. Deyir, yox. Verəm bərəm. Getdik. İnterneti zaten hər şey var. Buyur, qalx. Qalx. Baxaq yuxarıya da, oradan da dənizi görsənir. Qiymətini videonun aşağı hissəsindən qeyd eləyəcəm. Yataq otağıdır. Yataq otağı, şifaneri, kondisioneri. Burada atapleniya çəkilib. Buradan da pramoy. Və buradan elə çək görsün. Pramoy dəniz. Bu yaxınlaşdıraq. Əssalam. Pramoy birinci cərgə. Qiymətini qeyd eləyəcəm.
Kim alsa Allah xeyir versin, zəng eləyin mənə. Gəlin, baxın, alın. Pul yatırımı kimi yayda özünüz dincəlmək üçün. Bu günə bu qədər. Sağ olun, minnətdaram. Baxın. Saxla.